Xankəndidə xoş gördük sizi. Sağ ol, hoşunuza gəlmişik. Allah canınızı sağ olasın. Hardan gəlmisiniz Xankəndimizə? Biz Ağdamdan. Ağdamdan. Seyitlidən. Seyitlidən mənim kətçilərimsiniz. Qonşumsuz mənimlə. Bəli. Orada. Allah siz var. Nə his keçirirsiniz? Bayram günü Xankəndidə bayramı qeyd eləmək necə bir histir? Böyük qürur verici bir bayramdır. Böyük. Bəli. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah Taala can sağlığı versin. Amin. Bu gün onların sayəsində bütün buradakı bu analar, bacılar, uşaqlar hamısı çox gözəl, firavan, rahat şəkildə yaşayırlar. Yenə onların qarşısında baş əyirik hamımız. Allah köməyin olsun. Allah Taala bütün ordumuzu qorusun. Azərbaycan Amin. xalqını qorusun. Xalqımıza əmin-amanlıq, sülh arzu edirəm. Çox sağ olun. Təşəkkürlər. Var olun. Xoş gördük sizi Xankəndidə. Hardan gəlmisiniz sizlə baxım? Biz Ağdamlıyıq. Ağdamlıyıq. Kolanıyıq. Kolanı elindən. Hə, bəli, bəli. Mən də Seyitlidən. Gözəl, gözəl yerimiz. Xoş gəlmisiniz Qarabağımıza. Xankəndimizə xoş gəlmisiniz. Necə bir hissdir Xankəndidə Novruz bayramını, Ramazan bayramını qeyd etmək? Yəqin ki bu gün gəlmisiniz də burada yaşamırsınız. Mən burada yaşayıram. Burada yaşayıram. Hı hı. Biz Bakıdan gəlmişik. Allah'ın Bakıdan. evimiz var. Bəli. 3 gün də orada, bir gün də çıxdıq buranı ziyarət eləməyə. Ağdamda evlə təmin olunmusunuz, şəhərdən. Xeyirli uğurlu olsun inşallah. Sağ ol, təşəkkür Necə bir histir öz doğma eliniz obanıza ederim. döndünüz Onun 30 ildən məsələn, sonra? Adamın dili gücü çatmır onu izah eləsin. Onu sözlə ifadə eləmək İfadə olur. eləmək çox çətindir. Gözəl Amma hisslərdir. Bundan gözəl hiss deyərəm ki, Ola bilməz. Ola bilməz. Ola bilməz. Mən bu Qarabağdakı ermənisiz Qarabağda bir gün oturmuşam. Bəli, bəli. Ermənisiz. Bəli, bəli. Bu dünyada bundan gözəl nə var ki? Allah ordumuza dəyməsin. Allah Bəli, şəhidlərimizə rəhmət Allah eləsin. rəhmət eləsin. Qazilərimizə can sağlığı, prezidentimizə Allah qüvvət qüvvət versin, bəli, kömək kömək olsun. Ordumuz mükəmməl olsun. Bu saat bizim inanırsan o xarici ölkələrdə bizim paxıllığımızı çəkən, Əlbəttə. ondan həsəd aparan ölkələr var. Amma şükür bu gün biz azad yaşayırıq, azad Qarabağdayıq. Azad ölkəmiz var, heç kimdən asılı deyilik. Yəni biz Bəli. özümüz öz başımıza yaşaya bilərik, heç kimin köməyi olmadan. Əksinə hələ biz o başqa ölkələrə də kömək edirik. Əlbəttə. Allah prezidentimizə dəyməsin. Amin. Allah Amin. ordumuza qüvvət versin. Amin inşallah. Şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Çox sağ olun. Allah Sağ ol. təbrik Qarabağımızdan da sizin kimi ağsaqqalları əksik eləməsin. ederim. Amin. Amin. Sağ ol. Ömrünüz Təşəkkür uzun ederim. olsun. Bu Qarabağda da xoşbəxt yaşayasınız inşallah. Təşəkkür, təşəkkür. Çox sağ olun. Sağ olun. Mən bu gün elə mənim ad günümdür. Doğrudan Adım Novruzdur. Buyur bax. təbrik edirəm. Novruz bayramı. Elə bir Allah da məni bura yetirib ki, mən sizin ad günündə sizi çəkməyi nəsib edədi. Ad günümü elə Qarabağda keçir. Allah həmişə arzularınızı belə çin eləsin. Sağ ol qardaş. Minnətdarıq. Təşəkkür. Həm şəhid atasıdır, həm şəhid qardaşıdır. Doğrudan. Hamımızın Həm müharibə əlidir, həm müharibə iştirak hamısı yerə. Yəni əməyimiz olubdur da az da olsa. Borcumuz borcumuz. Torpaq uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda. Yəni o bizim bir kişilik borcumuz. Allah ordumuza dəyməsin. Elə bir şey bizə bu sevinci yaşatdı. Necə deyirlər o itirdiyimiz o qüruru, nə bilim o nə isə qaytardılar özümüzə. Bəli. Yəni indi başı dik gəzirik biz. O bizim Şükür bu günə. sinəmizdə bir bağlıdır, bildəki edalımızdakı məğlub olmuş ölkə gözdə məğlub olmuş Ağdam. Əlal xüsusda bu Qarabağlılar danışmağa, yəni Sözümüz yoxdur da dilimiz Yəni, gödəyir. hə. Başa sala bilmirik. Torpaqlarımızı azad edəndə yəqin ki fikirləşdiniz ki, şəhidlərimizin qanı alındı. Bəli. Onların ruhu indi şaddır ki, Bəli. bax indi hal-hazırda siz öz ad gününüzü Xankəndidə qeyd edirsiniz. Bilirsiniz bu bir zamanlar arzu idi, amma indi reallıqdır. Bəli. Bizdə elə bir arzuydu ki, Topiya idi. Yəni belə fikirləşirdik ki, Heç ağla gəlməz. ola bilər, ola bilməz. Tarixdə görünmür ki, işğal olunmuş torpaq hardasa geri qalsın. Allah Bəli. bu öndərimizə rəhmət eləsin, onun qoyub getdiyi bu siyasəti onun oğlu davam elətdirir.
o da necə deyərlər, əhdinə çatdı, atasının arzuları yerinə yetirdi. Həmişə ulu öndərimiz deyirdi ki, Şurasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız bizim günümüz bir günümüz olmasın. Bəli. Olmaz, Azərbaycan bunlarsız yaşaya bilməz. Öpürəm qardaşım. Cənab prezident deyirdi ki, Şuşa alınanda yadınızdadırsa, atasının məzarını ziyarət elədi və dedi ki, mən ata vəsiyyətimi yerinə yetirdim. Bəli, bu Heydər Əliyevin qoyduğu bir vəsiyyət idi ki, o torpaqlar hamısı alınmalıdır. Bəli. Amin. Çox sağ olun bu xoş müsahibəyə görə mən də şad oldum. Təbrik edirəm sizi bir də ad gününüz münasibəti ilə. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Çox sağ olun, var olun. Salam, xoş gördük sizi. Novruz bayramı ərəfəsində Xankəndidəsiz. Nə hisslər keçirirsiniz? Çox gözəl. Çox gözəl günlər keçiririk. Çox qəşəng əhval-ruhiyyəmiz var. Sağ olsun bizi bu ərsəyə çatdıran bizim başçımız İlham Əliyev yoldaş, qardaş deyim, hər bir şeyə layiqdir. Yaxşı insandır, gözəl. Allah insandır. şəhidlərimizə rəhmət eləsin. Qalanlara can Qazilərimizə can sağlığı qazilərimizə versin. can sağlığı. Yoldaşım da 91-ci il, 92-ci ilin qazisidir. Yəni mən hər vaxt bu torpaqlarda ürəklə gəzməyə də hazıram. Sizin kimi oğlanları da Allah qorusun. Çox sağ olun. Hardan gəlmisiniz? Füzuli rayon Əhmədallar kəndi, Horacizdən. Birinci dəfədir Xankəndinə gəlmisiniz yoxsa bəli. ilk dəfədir? 59 yaşıma birinci dəfədir mən bu şəhəri gəzirəm. Çox gözəl. Çox gözəl Allah günlər sizə uzun ömür, can sağlığı Sağ versin. olun. Nəvələrinizlə birgə gözəl Çox həyat sağ ol, var nəsib olun. Allah eləsin. sizləri də Övladlarınızla bir qorusun. yerdə. Sizin də bayramınız uğurlu gəlsin, bütün cümləmizin. Amin Bütün inşallah. elimizin, obamızın bayramı mübarək olsun. Çox sağ olun, var Siz olun. də sağ olun, var olun oğlum. Təşəkkürlər. Çox sağ olun. Salam. Xoş gördük sizi. Bayramınız mübarək olsun. Həmişə arzulayırdıq ki, elə Xankəndinin mərkəzində öz ağsaqqallarımız, ağbirçəklərimiz bax bu parkda otursunlar, asudə vaxtlarını səmərəli keçirsinlər. Elə bu görüntüləri də görürəm, həqiqətən də çox qürur vericidir, sevinirəm. Siz bir ağsaqqal kimi, buyurun. Şəhidlərimizin səbəbinə biz gəlib bu Xankəndində dincəllik, qadanız olaraq. Qada görməyin, çox sağ olun. Qazilərimizə də Allah can sağlığı, ömür versin hamısına. Çox sağ olun. Burada yaşayırsınız? Bizi qorusun Allah. Yox, qonaq gəlmiş. Qonaq gəlmisiniz. Hardan gəlmisiniz? Gəncədən. Gəncədən gəlmisiniz. Evet. Birinci səfərdir Xankəndiyə gəlmisiniz. Allah Necədir hissləriniz? çox gözəl, Çox sağ çox ol. gözəl. Bəyəndinizmi Çox Xankəndimizi? gözəl, çox gözəl. Allah şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Allah səbir versin o valideynlərin hamısına. Amin. Bugünkü gündə bu gözəl bayramı Xankəndində keçirmək bizim üçün çox gözəldir. Təşəkkür edirəm. Xalqımızın bayramı mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Bunların sayəsində gəldik. Cənab Prezidentin Allah canına sağlıq versin. Mənim elə bir xanım oğlu şəhiddir. Allah rəhmət eləsin, yeri cənnət olsun. Sağ olun. İki əmmi oğlu qazidir. Onların sayəsində. Şükür bu günə. Şükür. Bu günə şükür. Siz də Gəncədən gəlmisiniz. Xoş gəlmisiniz Qarabağımıza, səfa gətirmisiniz. Sağ olun. Sağ olun.